Mən ancaq bu deyilənlərə haqq qazandırmam, çünki mən özüm əslində ilahiyyatın da dinlər tarixçisiyəm və dinlər tarixini bilən bir insan kimi də deyirəm ki, sadalanan ifadələr tamamilə yanlışdır. Çünki buna məsələn, bu günlərim Tövratın, Yahudiliyin Peyğəmbər kimi tanımadığı Davud Peyğəmbəri, Süleyman Peyğəmbəri misal göstərə bilərik. Bundan başqa Musa Peyğəmbərin özü Firon əlindən çıxararaq insanları deyək ki, başqa bir tərəfə aparmasını misal göstərə bilərik. Bundan başqa adı Quran-ı Kərimdə sadalanan bir çox Peyğəmbərin misal kimi göstərə bilərik. Yəni bunu sırf Muhammed Peyğəmbərlə əlaqələndirib ki, yəni o sırf hər hansısa bir qılınc formasında elədi. Bu tamamilə yanlış bir şeydir. Çünki İslam dini 23 il ərzində gəlib. 23 ilin isə cəmi cümlətanı 13 ilini Peyğəmbər öz sağlığında Məkkə dövründə insanlara ancaq la ilahə illallahı, yəni Allahdan başqa ibadətə layiq haqq məbud olmadığını insanlara çatdırmağa çalışıb. Ondan sonra isə Mədinə dövründə özünün müdafiə xarakterli olaraq, məsələn, gələn insanlara mallarını sonra el-obasdan çıxaranlara qarşı döyüşmək məcburiyyətində qalıb. Yəni onda bu günlərim, əgər biz sabahlarım ölkə başçısı səfərbərliyi elan eləsə, bu demək deyilmi ki, əlimizə biz heç bir silah alıb ermənilərə qarşı vuruşmayaq və torpaqlarımız işğal altında qalsın. Ona görə bu tamamilə yanlış bir düşüncədir. Quran-ı Kərimdə də bununla bağlı 3 xətt var ki, sizi el-obanızdan çıxaranlarla, sizin söz azadlığınıza, vicdan azadlığınıza qarşı gələnlərlə və bunları eləyənlərə dostluq eləyənlərlə ondan sonra savaşmağa icazə verilibdir. Yoxsa heç bir zaman müsəlmanlar durduqları yerdə heç kimsə üstünə hücuma keçməyibdir. Həqiqətən hiss olunur ki, bu məsələləri bilmədən sadəcə olaraq qulaqdan dolma hansısa yazıçının yazdıqları ilə nəysə ifadə eləməyə çalışır. Faktiki olaraq Quran-ı Kərimlə biz İncili müqayisə eləmirik. Çünki İncil İsa Peyğəmbərin yazdığı bir kitab deyil. Çünki İncil İsa Peyğəmbərdən illərlə sonra yazılıb. Təsəvvürən bu günlərim İncili açıb oxuduğun zaman Lukanın İncili, Mattanın İncili, Markın İncili, Yəhyanın İncili, Pavelin məktubları. Amma heç bir zaman Quranı açdığın zaman Muhammedin Quranı deyilən bir anlayış yoxdur. Tövratı açdığınız zaman eyni şəkildə ona da gələ bilərsiniz. Adları da qarışdırır, çünki düzgün demir. Əhdi Ətiq dediyi əslində elə Tövratdır. Əhdi Cədid dediyi isə İncildir. Yəni bilmədən sadəcə olaraq bunları danışmaq doğru deyil. Gərək heç olmasa danışdığınız mövzunu heç olmasa bilib danışasınız. Amma biz həqiqətən Quran-ı Kərimə baxdığımız zaman deyir ki, orada ziddiyyətlər, heç bir ziddiyyətdən söhbət gedə bilməz. Adi bir misal deyim. Müsəlman olan bir xristiyan alimin ifadələridir. Sonra Muhammed Əsəd adını aldı bu adam. Özü Quran-ı Kərimdə səhvlər axtarmağa çalışır və görür ki, o xristiyan Quran-ı Kərimdə Muhammedin adı cəmi cümlətanı 4 yerdə çəkildiyi halda bir yerdə İsa Peyğəmbərin adı onlarca çəkilir. Baxır görür ki, Quran-ı Kərimdə Fatimənin, Ayşənin, Xədicənin bir yerdə adı çəkilmədiyi halda İsa Peyğəmbərin anasının adına surə var. Baxır ki, Muhammedin ailəsindən o qədər də elə çox bəhs edilmədiyi halda Ali İmran, İmranın ailəsindən bəhs edilən bir surə var. Yəni, bütün bunları görəndən sonra ziddiyyət axtaranda Quran-ı Kərimdəki o ayə ilə qarşılaşır ki, siz nə qədər Quranda ziddiyyət axtarsanız da tapa bilməzsiniz və İslamı qəbul